قال فبعزتك لأغوينهم أجمعين إلا عبادك منهم المخلصين. Esselamu Aleyküm və Rahmetullah və Barakatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram. Möhtərəm həmvətənlərimiz, əziz qonaqlar, əziz müsəlmanlar. Bugünkü seminarımız ateizm və cəmiyyətimizdə ateizmə münasibət bu mövzu ilə əlaqədardır. Və təbii ki, ateizm mövzusu bundan danışmazdan əvvəl ilk öncə bu məclisin səbəbkarları və həmçinin təşkilatçılıqda yardım edən hər kəsə təşəkkürümü bildirirəm. Ona görə bir daha təşəkkürümü bildirirəm ki, bu cür mühüm bir mövzuda bizə şərait yaratdınız və cəmiyyətimizin maariflənməsində bir kiçik bir addım olsa da çox təqdirə layiq və həmçinin eyni zamanda da böyük məsuliyyətli işlərdən birini etdiniz. Və hər birinizə təşəkkür edirəm. Bugünkü seminarda nədən danışacağıq? Dedik ki, ateizm və cəmiyyətimizdə ateizmə münasibət. Mən müxtəsər olaraq mövzularımızı keçirəm. Birinci, ateizmin tarixi barədə qısa bir söz deyəcəyik. İkinci mövzumuz, ateizmin dünyada və ölkəmizdə yayılma səbəbləri nələrdir? Üçüncüsü, ateizmə münasibətdə dünya praktikası. Dördüncü mövzumuz isə ən böyük bugün yaşadığımız problemlərdən biridir. O da din xadimlərinin, ilahiyyatçıların, ateistlərlə və onların şübhələri ilə necə rəftar etməsi haqqında. Günümüzdə hətta bəzi din xadimləri görürük ki, ateistlərin sualları, şübhələri və yaxud da cəmiyyətdə yayılan ateizmlə əlaqəli problemlərə görürük ki, doğru yanaşmırlar. Bəzən sosial şəbəkələrdə şahidi oluruq ki, düzgün diyaloq qurulmur və ortada istənilən məqsəd hasil olmur. Və bu kiçik bir giriş idi mövzularımızla əlaqəli. Ateizmin tarixi barədə danışmaq istəsək, təbii ki, bu olduqca geniş bir mövzudur. Ona görə daha qısa etmək niyyətindəyəm. Ümumiyyətlə, ateizmin tarixini bir çox mütəxəssislər görürük ki, Yunan fəlsəfəsi və qədim Yunan fəlsəfəsi ilə əlaqələndirirlər ki, bu nisbi cəhətdən doğru ola bilər. Çünki onlar Yunan fəlsəfəsində şək, yəni şübhə mədrəsəsi var idi. Aristotel və başqa məşhur fəlsəfəçilər, yəni Əflatun İslam ölkəsində necə bilinir, ölkələrində, bunlar müxtəlif ateizm fikirli sözlər, yəni şək mədrəsəsinə aid sözlər desələr də, bu heç də onların xalis ateist olması mənasına gəlmir. Bəli, onlar kainatın yaranması barəsində, biz kimik, nəyik, haradayıq və hara gedirik sualları barəsində düşünüblər. Necə ki, bugün cəmiyyətimizdə gənclər də bu barədə düşünürlər. Biz kimik, nə üçün bu dünyadayıq və hara gedirik, bizim sonumuz hara gedir. Bu barədə nəinki həmin Yunan filosofları, hər bir insan dünyaya gəldikdən sonra bu barədə düşünür və müəyyən fikirlər irəli sürür. Lakin qədim Yunan fəlsəfəçilərinin ateizm, konkret olaraq ateizm tarixini onlarla bağlamaq və onların, belə deyək, ateizm bayraqdarı kimi adlandırmaq, bu doğru fikir deyil, necə ki, mütəxəssislər bunu qeyd edirlər. Lakin, bilirik ki, 18-ci əsrdə təbii ki, Fransa inqilabı da baş vermişdi. Fransa inqilabında din xadimlərinə və ümumiyyətlə kilsəyə qarşı inqilab baş vermişdi. Bundan əvvəl nə proseslər baş verdi? 16-cı əsrdən başlayaraq, hətta bəzən 15-ci əsrdən də bəzi mütəxəssislər qeyd edir ki, bu proseslər artıq başlamışdı. Deməli, kilsə zülmü, kilsə feodalizmi, kilsə zülmü insanlara zülm edir, onların mallarını əlindən alır, onlara həddən artıq ifrat dərəcədə vergilər təyin edir və onların malını, mülkünü soyurdu. Yəni, xulasa, biz də müsəlmanlar olaraq kilsənin həminki dövrdən danışdığımız əsnasında bunu qeyd edeyim ki, kilsə zülmündə niyə danışırıq? Çünki bilirik ki, İncil kitabı bizim dilimizdə və Rusca Bibliya kitabı dəyişdirilmişdir insanlar tərəfindən. Və Allah Teala Quran-ı Kərim kitabını qorumuşdur və qiyamətə qədər qoruyacaqdır. Və bu təhrif olunmuş bir din mümkün deyildir ki, insanlara zülm etməsin. Mümkün deyil.
O dini ki, insanlar dəyişdiriblər. Quran-ı Kərim də buna şahidlik edir ki, onlar öz əlləri ilə kitab yazır, sonra bu Allah tərəfindəndir deyirlər, deyir, vay olsun onların halına. Və həmin dövrdə kilsə, din xadimlərinin halı bu idi. Və bundan əvvəl də onlar Bibliyanı dəyişdirmişdilər, onun içindəki yerləri öz siyasi məqsədlərinə uyğun dəyişdirmişdilər və artıq onlar o dərəcəyə çatmışdı ki, onların hakimiyyəti, kilsə hakimiyyəti insanlara böyük təsiri var idi və insanların mallarını əlindən alır, müxtəlif vergi növlərlə insanlara zülm edirdi. Bununla da kifayətlənməyərək kilsə elmə və elm xadimlərinə qarşı da mübarizə aparırdı. Belə deyək ki, öz cəmiyyətini bilirik ki, hər bir dövrdə öz cəmiyyətini maarifləndirmək istəyən maarifpərvər, həmçinin vətənpərvər insanlar olmuşdur və bu dövrdə də belə insanlar var idi, xüsusən də elmə və xalqının inkişafını elmdə görən insanlar var idi təbii ki. Ona görə də kilsə hakimiyyəti o cür insanlar, məsələn, göy qurşağı kəşf olunanda, o elmi əsaslarla kəşf olunanda, onlar dedilər ki, yox, bu Bibliyaya ziddir və s. və onu kəşf edən şəxsi yəni birinci hədələyir, sonra isə qətlə yetirirlər. Və bunun kimi neçə ixtiralar, kəşflər olur və onlar elm xadimlərinə qarşı görürük ki, müəyyən amansız hərəkətlərə yol verirdilər. Və bu növbətli illərdə də ixtira edən şəxslər qorxur, kilsə zülmündən ehtiyat edirlər və elm xadimlərindən hətta hər hansı biri, məsələn, dünyanın kürəvi olmağı haqqında o vaxt danışırdısa, onu da görürük ki, qətl edirdilər. Və Bibliyaya görə dünya hansısa bir öküzün çiyinləri üzərində idi və s. Və belə bir təsəvvürlərə müxalif danışan insanları qətl edirdilər və onların elmi danışıqları da Bibliyaya, İncilə uyğun olmalı idi. Və ona görə də görürük ki, müxtəsər olaraq bu kilsənin zülmü xristianlığın bir təsiri olaraq insanlarda əks təsir oyadır. Böyük bir əks təsir oyadır və insanları kilsəyə qarşı inqilaba sövq edir. Və bundan sonra Avropada müxtəlif fikri cərəyanlar yaranır. Bu fikri cərəyanlar ilk növbədə daha çox kilsə zülmünü qabardır. Təbii ki, elmdə də belə bir şey var ki, təsir əks təsirə bərabərdir. Təsir əks təsirə bərabərdir. Yəni, görürük ki, tarixdə də belədir. İnsanlara hansı tərəfdən zülm gəlirsə, bu zülm çox qalmır. Müəyyən hardasa ortaya çıxır, bir uza verir və əks təsirə bərabər olaraq bəzən inqilablar və s. nəticələnir ki, bu da orta əsr Avropa dünyasında, Avropa aləmində 16-cı əsrdən başlayaraq 18-ci əsrlər arası kilsəyə qarşı artıq demək olar ki, 18-ci əsrin sonlarına yaxın kilsəyə qarşı o qədər inqilablar və çevrilişlər olur və həmçinin etirazlar olur ki, artıq kilsə nüfuzundan düşür və kilsə hakimiyyəti bir növ başqa cür fikri cərəyanların tətbiq olunması ilə bəşəriyyətə belə deyək, xidmət etmək məqsədləri güdülən müxtəlif cərəyanlar, fikri cərəyanlar ortaya çıxır. Və belə bir şəraitdə ateizm başlayır müxtəlif fikri cərəyanlara öz təsirini etməyə. Çünki burada əsas nöqtə nə idi? Hər biri, baxmayaraq ki, təhrif olunmuş din olsa belə, hər biri mübarizə apardığı nə idi? Dinə qarşı mübarizə aparırlar orta əsrdə. Yəni, burada əsas nöqtə bu idi. Və məsələn, bu hərəkatlardan bir çoxunu qeyd etmək olar. Onlardan, məsələn, görürük ki, pragmatizm, humanizm, liberalizm, pozitivizm, bir sonraki dövrlərdə romantizm və kommunizm və başqa, həmçinin hudanizm, bunlar hamısı müxtəlif şəkildə kökü ateizmlə bağlı olan fikri cərəyanlar idi ki, bunlar istəyirdilər ki, məqsədləri bir qədər üslub fərqlilikləri ilə hər birinin məqsədləri bəşəriyyətə xidmət etmək, dinin təsirlərini insanlardan, yəni mənfi dediyimiz kimi, təhrif olunmuş dinin, deyək daha doğrusu, yəni xristianlığın təsirini və cəmiyyətdə olan insanlara böyük təsirini başqa bir insanların icad etdikləri qanun və fikri cərəyanlarla bəşəriyyətin belə deyək, düşüncəsini
bəşəriyyətin gələcəyini idarə etmək. Və bu cür şəraitdə kilsə zülmündən təsirlənmiş cərəyanlar, kilsəyə qarşı kinli olan cərəyanlar, hətta açıq-aydın öz mübarizələrində bu qərəzliliklərini göstərirlər və onlara olan zülmün təsiri bütünlüklə nəinki kilsəyə qarşı, bütünlüklə bütün dinlərə qarşı düşmənçiliklə nəticələnir. Beləcə görürük ki, məsələn, çox qəribə bəzi misallar çəkəcəm, çox qəribə fikri cərəyanlar ortaya çıxır həmin dövrdə. Məsələn, praqmatizm. İngiltərədə yaranmışdı praqmatizm. Onlara görə yəni hər şeyin əsası mənfəətdir. Mənfəət. Hətta əxlaqın əsası da mənfəətdir. Yəni, bugün mən bir iş görmək istəyirəm. Məsələn, özümə biznes qurmaq istəyirəm. Bu biznes əsnasında yalan danışmaq, əgər yalan danışmaq mənim işimə uyğun gəlirsə, mən yalan danışıram. Və yaxud da karyeramda biraz da qabağa getmək istəyirəmsə, xəyanət eləmək, mümkünsə xəyanət edirəm, problem yoxdur. Bax, budur praqmatizm. Və kökü də təbii ki, Allahı inkar edən bir fikir sistemi. Biz bilirik ki, İslam dinində əxlaqlar sabitdir. Yəni, doğru danışmaq həmişə gözəl xislətdir. Yaxşılıq etmək həmişə gözəl xislətdir. Sədəqə vermək həmişə gözəl xislətdir. Əl tutmaq, yetimlərə yardım etmək və s. və s. Bunlar hamısı gözəl əxlaqlardır. Təbəssüm etmək, bunlar hamısı gözəl əxlaqlardır. Amma praqmatizmdə gözəl əxlaqlar sabit deyil İslam dinindəki kimi. Onlarda əxlaqlar dəyişkəndir. Nəyə görə dəyişir? Mənfəətə görə. Yəni, bir sözlə, fədakar insan olmaq elə bir əhəmiyyəti yoxdur. Amma İslam dini səni cömərd edir, İslam dini səni fədakar edir. Xalqına faydalı olmağa çalışır İslam dini səni. Səni elə yetişdirir İslam dini. İslam dini səni şərəfli həyata sövq edir. Amma praqmatizm nə edir? Sənə deyir ki, sərf eləyəndə yalan danış, sərf eləyəndə biraz dara düşdün, oğurluq elə, problem yoxdur. Kim biləcək ki? Bax, budur praqmatizm. Ateizmin gətirdiyi o mənfi dalğa ilə insanların əxlaqı beləcə korlanır. Həmçinin bu hərəkatlardan biri də humanizm. Humanizm çoxumuz eşidəndə bizə xoş gələn bir sözdür əslində, humanizm. Yaxşı bir insan, humanist insan. Təbii ki, biz də humanist danışdığımız zaman termin olaraq humanist sözünü, hətta din xadimləri belə, yəni filankəs humanist insandır və s. kimi biz də istifadə edirik. Bunda bir problem yoxdur. Yəni, bizə məlum olan tərəfidir bu humanizmin. Amma bunun etiqadi cəhətinə gəldikdə isə, baxın, elmi dairələrdə, məşhur dünyanın ən mötəbər elmi dairələrində, Amerika, İngiltərə, Britaniya və s. Qərb dünyasında, Fransa və s. görün ateizmin dinə olan münasibəti nədir? Bir araşdırın, görün nə deyir. Onda görəcəksiniz ki, humanizm Allahın yerinə insanı qoyur. Yəni, hər şeydə insana xidmət o qədər ifrata varır ki, artıq Allahın yerinə də insanı qoyur. Bəli, bu da humanizmin həqiqi siması. Həmçinin növbətli cərəyan 19-cu əsrdə yaranmış pozitivizm hərəkatıdır, cərəyanıdır ki, bu da həmçinin humanizm kimi insanı Allahın yerinə qoyur. Və təbii ki, bu cərəyanların hamısında kilsə zülmünün dedik ki, əks təsiri, mənfi təsiri hiss olunur. Həmçinin 20-ci əsrin əvvəllərində, hətta 1-ci Dünya müharibəsindən sonra da Avropada qəribə cərəyanlar yaranırdı ki, hətta onlar müharibədən sonra o yaranmış aclıq, çətinlikdən dolayı həyata negativ yanaşma halları yaranmışdı. Onlar da hətta ateizmin elə formaları da yaranmış ki, həyata ümidsiz baxış, həyat sanki bu dünyadan ibarət imiş kimi, həyata ümidsiz baxış, hətta onların yazdıqları roman və əsərlərdə də bu öz təsirini tapırdı. İdealizm tərəfdarları isə materiyaya, yəni maddəyə deyil, ağla üstünlük verirdilər. Fikir verin, Allaha inanmır. Yəni ateistlərin bəziləri maddəyə inanır. Yəni mütləq həqiqət meyarı olaraq maddəni götürür. Deyir ki, mən bunu görürəmsə inanıram, görmürəmsə inanmıram deyir. Lakin bu çox maraqlı bir şey. İdealizm nədir? Deyir, ağla üstünlük verir. Bunların mütləq həqiqət meyarı biraz fərqlidir.
mütləq həqiqət meyarı təcrübi elmi götürmür. Yəni hər şeyi demir ki, biz təcrübədən keçirtməliyik, təcrübədən keçəndən sonra deyəcəyik ki, bu doğrudur, yoxsa yanlışdır. Yox, bunlar deyir ki, yox, biz ağlımızla götürürük. Ola bilsin ki, təcrübədən keçməsin, amma ağlımızla onun bu cərəyanlardan hedonizm. Hedonizm nədir? Bu da həmçinin Allahı inkar edən və həmçinin ancaq ləzzəti şüar edən bir fikri cərəyanıdır ki, bu əsnada yaranmış bir fikirlər idi. Həmçinin naturalizm və həmçinin naturalizm də hər şeyi təbiətlə bağlayır və təbiətin yaradıcı qüvvə olduğunu irəli sürürdü. Və həmçinin Darvinizmlə bağlı qısa onu deyək ki, Darvinizm isə dünyada canlıların yaranması, təkamülü ilə əlaqəli, yəni irəli sürülmüş, Charles Darwin tərəfindən irəli sürülmüş bir fikirlər toplusu idi. Baxmayaraq ki, onun özü də Allaha inanırdı. Hətta onun özü belə bu nəzəriyyənin tam doğru olmasından yəqin deyildi. Müxtəsər olaraq, yəni, görürük ki, Darwinin özü belə Allahın varlığını qəbul edirdi. Sadəcə o təkamül prosesi ilə dünyanın yaranmasını gətirirdi, izah etməyə çalışırdı. Təbii ki, biz bilirik ki, elm sahəsində nəzəriyyələr çoxdur və bunu müxtəlif elmi institutlarda işləyən şəxslər də çox gözəl bilirlər ki, nəzəriyyə nəzəriyyədir. Bugün düz ola bilər, 100 il sonra, 50 il sonra onu inkar edən, başqa nəzəriyyə gəldikdən sonra onu tamamilə alt-üst edəcəkdir. Bunu hər birimiz çox gözəl bilirik. Ona görə də təbii ki, Darwin getdikdən sonra elə qərb dünyasından onun nəzəriyyəsini inkar edən, ona rədd verən bir çox elm xadimləri olmuşdur. Xülasə olaraq, ateizmin inkişaf mərhələsi və yayılması, siyasi qüvvə olması, artıq ateizm, biz danışdıq 16-cı əsr, 18-ci əsrlərdə gedən proseslər, 19-cu əsrin əvvəlləri, axırları, artıq 20-ci əsrdə, bununla da yekunlaşdıraq tarix bölümünü, artıq 20-ci əsrdə görürük ki, 1917-ci ildə bolşeviklər Rusiyada hakimiyyətə gəldikdən sonra görürük ki, Karl Marksın nəzəriyyəsini praktiki olaraq tətbiq edirlər və insanlara kommunizmi, hansı ki onun kökü ateizmlə əlaqədardır, onu insanlara fərz edirlər, onu insanlara vacib edirlər ki, insanlar mütləq bu ideologiyanın daşıyıcıları olmalıdır. Təbii ki, ölkəmizdə də 1920-ci ildən ateizm mərhələli şəkildə ateizm təbliğatı başlanıldı və rəsmi idarələrdə də hətta insanları buna məcbur edirdilər. Ona görə də xülasə mütəxəssislər ateizmin ən uğurlu dönəmini, təbii ki, dırnaqarası uğurlu dönəmi 20-ci əsr olduğunu deyirlər ki, artıq ateizm siyasi qüvvə kimi dünya arenasına gəlmişdi, lakin bu çox sürmür və 1990-cı illər, 89-cu illərin axırları artıq Sovet hökuməti özünün gətirdiyi qaranlıq dəyərlərlə bərabər uçuruma yuvarlanır. Xülasə olaraq, söhbətimizin ateizmin tarixi barədə qısa söz hissəsi budur və növbətli mövzumuz olacaq ateizmin dünyada və ölkəmizdə yayılma səbəbləri nələrdir?